Bax, səhər-səhər bir dostumuz var, o zəng eləyib. Dostumuz da ağsaqqal kişidir, bir 60 neçə yaşı var idi. Zəng elədi, qurbancıdır. Kommentariyada yazmışdı ki, bəs qurbanı müdafiə eləyirdi. Mən də nömrə yazdım ki, çıxsın, məsələn, subut eləyim. Zəng elədi, danışdıq. Subut elədim. Deyir, tərtər məsələsini açıb. Deyirəm, tərtər məsələsinin burayla nə əlaqəsi var ki? Adam tərtər məsələsini açdı, neynədir ki? Neynədir? Hə? Tərtər məsələsi xalqın ləyaqət şərəf məsələsi idi. Hanısı təşkilatlandırdı mı? Hə? Bu qisas məsələsidir. Nə oldu? Adam da xalqın şərəf, ləyaqət məsələsini aparıb İlham Əliyevin qucağına qoyar ki, İlham Əliyev, sən gəlginən bizə dalımıza putulka soğmusan, başımıza işlətdirmirsən, gəlginən filan kəsləri işə qaytarcınən iş yerinə. Nə bilim, onlara pul vercənən, adını da qoydular konversasiya. Onlara pul vercənən, işinə qaytarcınən. Filan kəslər də həbs ilə qutardı, tərtərə ədalət gələcək. Buna mübarizədə belə. Buna siyasətdir, buna həqiqətdir belə. Adama sual edirəm, deyirəm, ağsaqqal cavab ver sualıma, mən qisas adamıyam, tərtər məsələsi mənim şərəf məsələmdir. Nədən böldülər, nədən parçaladılar? Niyə tərtər məsələsini biznesə çevirib, pul qazandılar? Xeyr ola, qardaş. Cavab verin mənim sualıma. Mən qisas adamıyam, sən məni təşkilatlandır, gücə çevir ki, mən bu rejimdən gedim qisasımı alım. Siz bizi qisasa çağırmadınız ki. Siz bizə dediniz ki, İlham Əliyev bizim dalımıza putuka soğub, gedib İlham Əliyevə yalvaracaq ki, İlham Əliyev, xalq sənin dalında durub, bu işi aşışla. Özləri də bilirlər, bunun başında duran elə İlham Əliyevdir. Bilə-bilə də bunu elədilər. Bilə-bilə. Belə mübarizə olur, belə siyasət olur, anlamadım mən. Olsun o vaxt o AXY-nin özü. Qurgen yarattı, AXY, Qurgen yarattılar, özü də dağıtdı. Qurban Məmmədov özü efirdən dedi ki, mən əlimi çəkdim, deyir AXY-nin dağıldı. Demək ki, rıçaq sənin əlindəymiş də. O oyunu qurdun, oynadın, bizləri allatdın, sonra da qutardı, getdi, oyunu dağıtdın. Kütləni dağıtdın, darmadağın elədin. Sonra tərtər məsələsində. Yadınıza gəlir o vaxtı. Ada qoymayın, bu şərəf məsələsidir, qıryat məsələsidir, bu ləyaqətli kişi qisas almalıdır. Ləyaqətli kişi bu məsələyə susa bilməz. Dindirəydin də, niyə susturdun cəmaatı? Hə? Əslində o tərtər hadisələrini sən qurbana ona görə vermişdilər ki, bu işi açıb elə üstündə bağlayasan geçsin. Siz bunun üçün götürmüşsünüz o tərtər hadisələrini öz üzərinizə. Xalqın gözündən salmaq üçün və saldınız da. Gözündən saldığınız heç kəsə maraqlı deyil. Belə mübarizə olur, belə siyasət olar. Bunlar kimə xidmət edirlər? Bu qədər oyunlar qururlar, bu qədər təşkilatlar yaradırlar, insanları yığırlar başına, sonra dağıdırlar, parçalırlar. Kimə xeyirdir? Bizə yoxsa İlham Əliyev rejiminə? Kimə, qardaş?